Bəli, mənim əziz dostlarım, dördüncü son hissədə biz yenidən görüşürük. Bu indiyə kimi elədiklərim içində ən çox hissəli dərsim oldu. Deməli, sizə dediyim kimi sözlər olsun, hərflərlə də bunu eləmək olar. Sözlər olsun, daha sonra toxunuşlar olsun, intonasiya olsun. Yəni bunları ağlınıza o gerçək həyatınızda elədiklərinizi, etdiklərinizi gətirərək rahat şəkildə, daha doğrusu yəni rahat olmayacaqsınız, amma narahat şəkildə olsa belə oynaya bilərsiniz. Rahat şəkildə də əlbəttə ki, bunları bir neçə dəfə təkrar elədikdən sonra mənim dediyim formada artıq görəcəksiniz ki, öyrəşirsiniz və komplekslərdən elə formada azad ola biləcəksiniz. Artıq rahat formada və içinizdən gəldiyi kimi elə içinizdən o formada gələcək və siz də elə o formada da rahatca oynaya biləcəksiniz. Amma əlbəttə ki, bunlara əməl eləmək lazımdır. Bunlar az-buz məsələ deyil. Bunlar üzərində diqqətlə işlənməli məsələdir. Yəni mən sırf Azərbaycan üçün həmişə bunu düşünmüşəm ki, ölkəmizdə incəsənətin qabağa getməməyinin ən əsas səbəblərindən biri də bu kompleks məsələsidir. Hardan baxsanız 50%, hətta 60-65% məsələ kompleksdir. Yəni kompleksdən azad olunsa bizdə bu sənətə gəlmək istəyənlər, ondan sonra artıq öyrənəcəkləri texnikalarla və daxilən o hissi tamaşaçıya ötürməklə, onlara verilən obrazı içlərində otuzdurub, o obrazı, xarakteri oynayaraq, yəni içlərinə otuzduraraq, oynayaraq artıq ortaya gözəl bir şey çıxara biləcəklər. Amma dediyim kimi, bu kompleks çox önəmli məsələdir. Yəni, məsələn, mən baxmışam, dediyim kimi, olduğum yerlərdə, rola necə girmək olar, danışıqdır. Əlbəttə ki, bunlar önəmlidir. Yəni, danışıq tərzidir, fonetika, onları da sizə mən deyib öyrədəcəm, izah edib başa salacağım hamısını. Yəni, fonetika olsun, duyğuya, hissə girmək olsun, həmin o obrazı içində otuzdurub oynamaq olsun, texnikasız. Mən texnikaya əslində çox da bələd biri deyiləm, amma bəzi yerlərdə əlbəttə ki, texnika da işlətmək lazımdır. Yəni, texnikalar olsun. Bunları deyirlər, amma əlbəttə ki, dərinliyinə kimi yox, üstəlik. Dərinliyinə kimi bunu demirlər, bunları demirlər. Hələ üstəlik də ən əsas məsələ kompleksi yox eləmək. Bunlara da vaxt ayırmırlar. Bunlarla bağlı da heç nə demirlər. Sadəcə olaraq kompleksi yox eləmə adı ilə bəzi dediyim kimi, ilk başlarda sizə dediyim kimi mənasız şeylər göstərirlər. Güya bundan kompleks yox olur, filan olur. Bunların hamısı yalandır. Sizə əvvəlki videolarımda da demişdim. Diqqət də çox önəmli məsələdir. Onunla bağlı da növbəti videolarımda mən sizə danışacağam. İzah eləyəcəm onları da inşallah. Dediyim kimi, əziz dostlar, kompleks sadəcə bizim səhnədə, kamera qarşısında deyil, gerçək həyatımızda da bizə təsir edən çox önəmli faktorlardan biridir. Kompleksin əlbəttə ki, bizə çox böyük ziyanı var. Məsəl üçün, Türkiyədə belə bir şey vardı. Orada artıq 1 yaşdan sonra, 17-18, uzaq 19 yaşdan sonra artıq heç kəsi qəbul eləmirdilər. Məsəl üçün, oyunculuk atölyesinə, ondan sonra belə konservatoriyaya. Nəyə görə? Çünki deyirlər ki, sənin artıq obrazın, öz şəxsiyyətin oturub daxilində. Artıq sən çətinlik yaşayacaqsın. Yəni, bu sənətdə inkişaf elə bilməyəcəksən, inkişaf eləsən də sənin üçün çox ağırlaşıcı olacaq. Əlbəttə ki, elələri olub ki, bu ağır acıya dözüblər, kompleksdən yox ediblər. Elələri olub ki, mənim kimi kompleksiz olublar, ilk başdan heç bir problem yaşamayıblar bu sahədə, bu sənətdə, bu məsələ ilə bağlı. Amma dediyim kimi, çox vaxt əlbəttə ki, bu problemli olur və bunun öhdəsindən gələ bilmirlər. Onun üçün də onlar nə edirlər? Ümumilikdə ilk başdan deyirlər ki, yəni sən artıq yaşa çatmısan, öz şəxsi xarakterin oturub, bundan sonra sənin üçün çətin olacaq. Yəni hələ bu Türkiyədə belədir. Türkiyə kimi ölkədə, Türkiyə məsələn genetik faktorları hələ buna onların sözü olmasın müsaitdir. Yəni bu sahədə inkişaf eləmək ki, onlarda hələ 19 yaşdan sonra qəbul olunmur. Bizdə hələ bu daha da çox çətin məsələdir, genetik faktorları nəzərə alaraq. Məsəl üçün, Braziliya kimi ölkədə əlbəttə ki, futbolçu əməlli başlı yetişir. Yəni, sanki, məsələn, Lənkəranda sitrus meyvəsi yetişən kimi, yəni yetişir. Amma Azərbaycanda, amma məsəl üçün, baxsaz, Panama kimi ölkədə əlbəttə ki, futbolçu yetişməyi 100 ildə bir olan şeydir və böyük bir gözəl iş olar olsa əgər.
Azərbaycan əlbəttə ki, Panama kimi deyil, Panama futbolu kimi deyil incəsənət adamı yetişdirməkdə, amma burada da yəni məsələ çətindir. Yəni düşünün ki, Braziliya futbolu məsəl üçün Türkiyədirsə, Türkiyə incəsənətidirsə, Azərbaycan incəsənəti də məsələn belə düşünün ki, Yaponiyadır, yəni məsələn. Nəsə əvvəl olub keçmişimizdə, indi də belə var kimi də əslində yoxdur. Və amma keçmişdə olub deyə, yəni kökü var deyə bunu əlbəttə ki biz inkişaf etdirə bilərik. Bunun üçün də özlərimizə çox çalışmalıyıq. Mənim dərslərimə baxmalısınız həmişə. Kanalıma abunə olub bəyənməlisiniz. Bütün videolarımı rəy yazmalısınız. Fikirlərinizi bildirməlisiniz. Hamınızdan gözləyirəm. Hamınızı sevirəm. Rəy yazmağınızı, fikirlərinizi bölüşməyi məndən. Eyni zamanda dediyim kimi mən İncəsənət Universitetinə qəbul üçün qabiliyyət imtahanına uşaq da hazırlayıram. Eyni zamanda sırf bununla əlaqəli deyil, aktyor sənətinə marağı olan hər kəsə bunu da öyrədirəm canlı formada da, həm fərdi, həm də qrup şəklində olaraq. Bunun üçün də mənə Instagram və TikTok DM-dən mesajlarınızı da göndərə bilərsiniz. Altda paylaşıram həmişə rəylər olan bölmədə. Və eyni zamanda kanalıma abunə olub bəyənməyinizi də sizdən gözləyirəm, istəyirəm. Çəkdiyim zəhmətin qarşılığı olaraq və biz dediyim kimi hər zaman özlərimizdə çalışmalıyıq ki, bu sahədə qabağa gedək və getdikcə də qabağa getməyə davam eləyək. Nə olursa olsun, yəni ən yaxşısı belə olsaq, ən yaxşı aktyor belə olsaq, hələ də üzərimizdə çalışmağa davam etməliyik. Çünki bu da futbol kimidir, başqa sahələr kimidir, idman növləri kimidir. Üzərində məşqi dayandırdıqca geriyə gedirsən. Nə qədər fiziki məsələ ilə bağlı bir şey olmasa da incəsənət. Və əziz dostlar, beləcə bugünkü dərsimin də sonuna çatıram. Növbəti videolarımda biz yenidən görüşəcəyik. Hamınıza sağ ol deyirəm. Sağ olun, növbəti dərslərdə görüşmək ümidi ilə.